Əziz izləyicilər, Zəngəzur TV-də xəbər vaxtıdır. Son dəqiqə xəbərlərini Nilufər Məcnunu çatdıracaq. Bugün Xocalıya növbəti köç baş verəcək. Bugün növbəti mərhələdə Xocalı şəhəri və Ballıca kəndində sakinlərin köçü həyata keçiriləcək. Bu barədə 34 Xocalı sakini öz doğma torpağına qayıdacaq. Xankəndi şəhərində və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqədar şöbəsindən teleqrafa verilən xəbərə görə ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən tam təmirli evlərdə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb. Su, işıq, qaz, internet bağlantısı, məktəb, tibbi məntəqə artıq istifadəyə verilib. Xatırladaq ki, indiyədək Xocalı şəhərində 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndində isə 172 ailə, yəni 811 nəfər köç edib. Masallı şəhərində güclü yanğın baş verib. İntiqam Əsgərlik küçəsində yerləşən sexdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, daxil olan məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon yanğınından mühafizə hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğın söndürənlərin sivik müdaxiləsi sayəsində ümumi sahəsi 420 kvadrat metr olan plastik qapı pəncərə və qaynaq sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sexin içərisində plastik materiallar, 20 kvadrat metr sahədə və lambirindən ibarət tavan, 20 kvadrat metr sahə yanıb. Sexin böyük hissəsi və yaxınlıqdakı tikililərə yanğından mühafizə olunub. Ukrayna Xarici İşlər Naziri Bakıya gələcək. Ukrayna Xarici İşlər Naziri Andrey Sybiga Azərbaycana səfər edəcək. Bu barədə Ukraynanın Kivi məlumat yayıb. Sybiganın 25-26 mayda Bakıya səfər edəcəyi düşünülür. Vaşinqtonda İsrail səfirliyinin 2 əməkdaşı güllələnərək öldürülüb. Bu barədə CNN təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayılıb. Təhlükəsizlik qurumundan bildirilib ki, bu saata qədər Elias Rodriguez'in hadisəni törədərkən tək olduğu müəyyən edilib. Atışmadan sonra Rodriguez muzeyin binasına daxil olmağa çalışsa da, mühafizəçilər onu saxlaya biliblər. O polisə təhvil verilərkən qətl törətdiyini etiraf edib və cinayəti törədərkən üzərində olan silahı da har atdığını söyləyib. Əziz izləyicilər, gələn buraxılışlarda görüşənədək sağ olun, salamat qalın.